Salam, vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Biz növbəti onlayn sınaq imtahanının izahına baxırıq. Sınaq imtahanı sualları DİM-in birinci hissə test toplusundan seçilmiş ardıcıllıqlar və ədədi silsilələr mövzusuna aiddir. İlk sualda bizdə verilmiş ardıcıllığın ilk üç həddinin cəmini tapmamızı istəyir. A1 bərabər olacaq 2 çıx 1 böl 2, yəni 2-də 1-ə. A2 bərabər olacaq 2 çıx 2 böl 4, 0. A3 bərabər olacaq mənfi 1 böl 6. Bizdən 3 həddin cəmini istəyir. Burada 2-də 1 çıx 6-da 1, 6-da 2, o da 3-də 1 edir. İkinci sualda rekurrent ardıcıllıq verilib. Rekurrent ardıcıllıq nəyə deyilir? Hər sonrakı hədd özündən əvvəlki vasitəsilə təyin olunur. Məsələn, burada n üstəgəl birinci hədd, n-ci həddin 3 mislindən 5-2-dir. İndi mən n-ə 1 yazdıqda a2-ni tapmış olacağım ki, 3a1 çıx 5-dir. A1-i 3 verdiyi üçün 3 vur 3 çıx 5, 4 alırıq. N-ə 2 desəm əgər, A3-ü tapacam 3, A2 çıx 5. Buradan A2-ni taparıq ki, A3-ü taparıq. Tapırıq ki, 3 vur 4 çıx 5, deməli 12 çıx 5, 7-dir. A1-i də 3 veribdir deyə 3 həddin cəmi 14 alır. Ardıcıllığın neçə həddi tam ədəddir? Ardıcıllığın n nömrəsi bütün natural ədədlər olmalıdır. Yəni n natural ədədlər çoxluğuna daxildir. Biz burada kəsri parçalasaq 3 çıx 16 böl n-in tam ədəd olması üçün n-in yerinə 16-nın natural bölənlərini yazmalıyıq. 1, 2, 4, 8, 16, bu da 5 həddi deməkdir. Dördüncü sualda ardıcıllığın hansı həddi 122-dir? Buradan n kvadrat çıx 11 n çıx 12-ni 0 etsəm, n çıx 12, n üstəgəl 1 bərabər 0. N-i tapıram 12 və mənfi 1. Yuxarıda qeyd etdiyim kimi natural ardıcıllığın hədlərinin nömrəsi n natural olmalıdır. Mənfi bir natural olmadığı üçün doğru cavab 12-dir. Beşinci sualda ardıcıllığın ən böyük həddini tapın deyir. Burada kvadratın əmsalı mənfi olduğu üçün ən böyük olması üçün bu kvadratı biz 0 etməliyik. Buna 0 dedikdə n 8/4 alınır. Bu natural ədəd deyil. Ona görə 8/4-ə yaxın olan natural ədədlər n bərabər 8 və 9-u yoxlamalıyıq. A8-i hesablayaq. 13 çıx %16, yəni 12 tam %84. A9-u hesablasaq 13 çıx mənfi 0,6-nın kvadratı %36, 12 %64. Ən böyük həddi istədiyi üçün cavab Y variantı olacaq. N həddin hasilini verib HN-i n faktorial böl 3. Məsələn, mən 4-cü hədd üçün n-ə 4 yazsam, 4 həddin hasili 24 böl 3 8 olacaq. Bu B1, B2, B3, B4-dür. H3-ü tapsam əgər 3 faktorial böl 3, 6 böl 3, 2. Bu bizə verir B1, B2, B3-ü. Mən bunun 3-ünə 2 yazsam, B4-ü tapıram ki, 4-dür. Ümumi halda hasil verildikdə n-ci hədd üçün HN bölünsün, HN çıx 1 düsturu doğrudur. 7-ci sual topluda var. Bu sualların hər biri DİM-in birinci hissə test toplusundan seçilibdir. Burada n həddin cəmini tapmamızı istəyir. Məsələn, burada biz bir qeyri-legal yol istifadə edə bilərik. A1 bizə verir 3 böl 2. A1-in S1-ə bərabər olduğunu bilirik. Variantlarda n-ə 1 yazsaq, SN-i 2-də 3 eləyən versiya yalnız A variantındadır. Amma təbii ki, bu həll tələb olunduqda və yaxud da doğru həll sayılmır. Burada 2 dənə cavab 2-də 3 alınsa, bu üsul bizə kömək eləməyəcək. İndi misalın qanuni həllinə baxaq. Biz AK-nı K kvadrat üstəgəl K kimidir parçalayacağıq. Məxrəci eyni kəsirlər kimi. 1 böl K vur K üstəgəl 1. Buradan nə alıram? 1 üstəgəl 1 böl K vur K üstəgəl 1. İndi A1 nəyə bərabər olur? 1 üstəgəl 1 böl 1 vur 2-yə.
A2 bərabər olur 1 üstəgəl 1 böl 2 vur 3-ə. A3 bərabər olur 1 üstəgəl 1 böl 3 vur 4 və s. AN bərabər olur 1 üstəgəl 1 böl n vur n üstəgəl 1. Biz bunları tərəf-tərəfə toplasaq SN-i tapmış olacağıq. A1-dən AN-ə kimi burada hər bir həddin içində bir vuruğu var. Neçə dənə 1 var burada? N dənə 1 var. Üstəgəl 1 böl 1 vur 2, 1 böl 2 vur 3, 1 böl 3 vur 4. Məxrəcindəki fərqləri eyni olan kəsirlərin cəmi kimi bir düstur aldıq. Burada biz əslində bunu 1 üstəgəl 1 böl k çıx, 1 böl k üstəgəl 1 yaza bilərdik. Yəni burada nədir? Sn bərabərdir n üstəgəl, bax 1 1 burada çıxılsın 2-də 1 olacaq. Yəni n dənə 1 üstəgəl 1-də 1 çıx 2-də 1. Üstəgəl 2-də 1 çıx 3-də 1. 3-də 1 çıx 4-də 1 və s. n-də 1 çıx n üstəgəl 1-də 1. Bunları biz tərəf-tərəfə topladıqda diqqət eləsəniz, mənfi müsbətlər bir-birini islah edir, mənfi müsbətlər bir-birini islah edir. Qalır nə? Sn bərabərdir n üstəgəl 1 çıx 1 böl n üstəgəl 1. Ortaq məxrəci gətirdikdə n üstəgəl 1-in kvadratı çıx 1-in kvadratı. Nə alınır? N kvadrat üstəgəl 2n böl n üstəgəl 1. Cavab A variantı. 8-ci sualda ardıcıllığın n həddinin cəmin veribdir. Mən burada Sn çıx 1-i sola keçirtsəm, 3 vur 2 üstündə n kvadrat çıx 10n üstəgəl 27. 192-dən kiçikdirsə, 3-ə böldükdə üstəgəl 27 kiçikdir 64. Yəni 2 üstü 6 alır. Biz bunu bilməliyik ki, n həddin cəmi məlumdursa, AN SN ilə SN çıx 1-in fərqidir. İndi mən buradan n kvadrat çıx 10n üstəgəl 27 kiçikdir 6 yazsam, n kvadrat çıx 10n üstəgəl 21 kiçik 0 alıram. Vuruqlara ayırsam əgər n çıx 3, n çıx 7 kiçik 0, ədəd oxun çəkdikdə 3-7 intervalında müsbət, mənfi, müsbət, burada olacaq n 3 ilə 7 arasında. Bu aradakı tam qiymətlər 4, 5, 6-dır, yəni 3 dənə həddi var. 9-cu sualda ardıcıllıq ola biləcəyini soruşur. Biz ardıcıllığın tərifində danışmışıq ki, AN verildikdə n bütün natural ədədlər çoxluğuna daxil olmalıdır. Yəni, təyin oblastı bütün natural ədədlər olan funksiyaya ədəd ardıcıllıq deyilir. Burada A variantında n bərabər 9-da kəsrin mənası yoxdur. C variantında n bərabər 5-də kəsrin mənası yoxdur. Ona görə, məsələn, burada 9-cu hədd, burada 5-ci hədd yoxdur. Ona görə ardıcıllıq ola biləcək variant B və D-dir. Çünki B variantında n-in yerində istənilən natural qiyməti yazsaq mənalıdır. D variantında n-in yerinə natural istənilən ədədi yazsaq mənalıdır. B və D ədəd ardıcıllıq ola bilər. AC ola bilməz. Ədədi silsilədə A15 ilə A6-nın fərqini veribdir. A15-i A6 üstəgəl 9D çıx. A6 yazsam, A6-lar islah olunacaq, D-ni tapacağıq ki, 9-dur. 11-ci sualda A6-nı verib 11 həddin cəmini istəyir. Ardıcıllığın ədədi silsilənin cəm düsturu belədir. A1 üstəgəl AN böl 2 vur N. AN-in əvəzinə A1 üstəgəl n çıx 1D yazanda SN üçün 2A1 üstəgəl n çıx 1D böl 2 vur n düsturu da doğrudur. İndi mən S11 üçün A1 üstəgəl A11 böl 2 vur 11 yazdım. A11-in əvəzinə də A1 üstəgəl 10D yazıb 2-yə bölüb 11-ə vursam, burada 2-yə bölünəndə A1 üstəgəl 5D alınacaq. Yəni A1 üstəgəl 5-dir, A6 deməkdir. O da 3-dür deyə cavab 33. Burada ədədi silsilədə həddlərin bir ədədi orta xassəsi var. A1 ilə A11-in cəminin yarısı birbaşa A6-da deyə bilərik.
12-ci sualda n həddinin cəmini verib A5-i tapmağımızı istəyir. Bu sual ədədi silsilə şəklindədir deyə iki üsulla yaza bilərik. Məsələn, n-ə 1 deyərik, S1-i taparıq 5, bu A1-dir. N-ə 2 deyərik, S2 bizim üçün neçə olacaq? 8 vur 4, 32 çıx 6, 26. Bu A1 üstəgəl A2-dir. İndi A1 5-dir deyə A2-ni 21 tapırıq. Deməli, silsilə fərqi A1 5 olduğu üçün silsilə fərqi 16-dır. Onda A5 bərabər olacaq A1 üstəgəl 4 dənə D. Cavab 69. Amma biz bütün ardıcıllıqlar üçün doğru olan bir qayda qeyd etdik. N həddin cəmi məlumdursa SN-dən SN çıx 1-i çıxsaq sonuncu ayın həddini tapırıq. İndi A5-i istədiyi üçün mən burada S5-dən S4-ü çıxarım. S5 bizə nə verir? 8 vur 64 çıx 15 çıxılsın. S4 nə verir? 8 vur 16 çıx 12. Yəni buradan nə almış oluruq? Biz S5 deyəndə şagirdlər, mən burada 5-in kvadratı yazmalıydım. 8-in kvadratı yazmışam. 200 çıx 15, 185 çıxılsın. Bu da 128-də 12 çıxanda 116. Cavab 69 alırıq C variantı. 13-cü sualda A80 böl A20-ni mənfi 1 veribsə, deməli A80 bərabərdir, mənfi A20 yaza bilərik. Buradan A80 üstəgəl A20 0 yazdıq. Ədədi orta xassəsinə görə 80 və 20-nin cəminin ortası 50-ci həddi verir. 2A50 0-dır deyə deməli 0 olan hədd 50-ci həddir. Burada belə də yaza bilərdik. A80-i A1 üstəgəl 79D, A1 üstəgəl 19D 0. 2A1 üstəgəl 98D 0. 2-yə böldüm A1 üstəgəl 49D 0. Bu da A50-nin 0 olması deməkdir. 14-cü sualda 3 ardıcıl hədd ədədi silsilə təşkil edirsə, ortadakı kənar həddlərin ədədi ortasıdır. 3 üstəgəl 15 böl 2-dir. Deməli, x üstəgəl 7, 9-dur, x 2-dir. A variantı. 15-ci sualda AM-i M verib, AN-i M verib. Mən silsilə fərqini D bərabərdir. AN çıx AM böl N çıx M yazsam. Bu bizə M çıx M böl N çıx M-i verəcək, mənfi 1. AK nəyə bərabər olacaq? AM üstəgəl K çıx M vur D-yə. İndi AM-i N verib, D-ni də mənfi 1 verib. Mötərizəni vurub açanda burada N çıx K üstəgəl M. Yəni D variantı alır. 16-cı sualda ədədi silsilə olduğunu məlum bilmək üçün ortaq məxrəci 15 seçirəm. Birinci həddi olur 5, 7, 9 və s. 23. Mən burada 15-də 1-i çöldə saxlayıram. Bu sürətdəki tək ədədlərin cəmi üçün birinci ilə sonuncunun cəminin yarısını n-ə vurmalıyam. N-i tapmaq üçün də 14 vur, sonuncudan birincini çıxıb ortaq fərqə bölüb üstə 1 gəlir. Bu da bizə verir 14 vurulsun, 10 bölünsün, 15. 5-ə ixtisar aparsaq 3 ilə 2, 28 bölüş cavab A variantı. 9,3-də 1. 100-cü sual, 17-ci sualda burada 100 kvadrat çıx 99 kvadratı, 100 çıx 99, 100 üstəgəl 99 yaza bilərəm. 98 çıx 97, 98 üstəgəl 97 yaza bilərəm və s. 4 çıx 3, 4 üstəgəl 3, 2 çıx 1, 2 üstəgəl 1. Burada bu mötərizələrin hamısı 1 etdiyi üçün 1-i saxlayıram çöldə. 100 üstəgəl 99 üstəgəl 98 üstəgəl 97 və s. 4, 3, 2, 1. Bu Qauss cəmidir də, 1-dən 100-ə qədər ədədlərin cəmi. 1 ilə 100-ün cəminin yarısını 100-ə vururuq. Cavab 5050 alınır. 18-ci sualda
A16'nı 0 verib, A16'nı A1 üstəgəl 15D 0 yazsam. A1-i taparam ki, -15D'dir. 34 həddin cəmi hansısa n-ci həddə bərabərdir. 34 hədd üçün buradan yazacağım. 2A1 üstəgəl 33D böl 2 vur 34. A-in üçün isə A1 üstəgəl n çıx 1 vur D yaz. A1-in əvəzinə -15D'ni yazacağım. Burada ikilər ixtisar gedir. 2 vur -15D üstəgəl 33D vur 17 bərabərdir. Bərabərdir. -15D üstəgəl nd çıx D. 51D bərabərdir. Nd çıx 16D-dirsə. Deməli, nd 67D'dir. Eni tapırıq ki, 67-dir. Sonsuz həndəs silsilənin cəm düsturunu biz bilirik ki, şagirdlər, sonsuz həndəs silsilənin cəmi B1 böl 1 çıx 2-dür. Burada B1'i bizə verməyib, cəmi 24 verir. B1 bərabərdir, 24 vur 1 çıx 3-də 1 yazsaq. Deməli, 24 vur 3-də 2, 3 24-də ixtisar getsə 8, cavab 16 olacaq. 20-ci sualda həndəs silsilədə B1-i verib 2-də 1, Q-nün 2 olduğunu görürük. B8 bərabərdir. B1 vur 2 üstü 7. Yəni 2-də 1 vur 2 üstü 7 yazsam, buradan 2 üstü 6 alacağım. Cavab 64 olur. Doğru cavab Y variantı olacaq. Növbəti sualda həndəs silsilənin 3-cü həddini verib 5 həddin hasilini istəyir. Biz burada şagirdlər həndəsi silsilələrdə də həndəsi orta xassəsindən istifadə edirik. Kənar həddlərin hasili ortadakı həddin kvadratıdır. Və ya ortadakı hədd uyğun kənar həddlərin həndəsi ortasıdır. B2 ilə də B4-ün hasili B3-ün kvadratı 7, bu da kök 7. Cavab 49 kök 7 A variantı oldu. 22-ci sualda 6 həddin cəmini istəyir. Həndəs silsilədə n həddin cəm düsturu B1 vur, Q üstü n çıx 1 böl, Q çıx 1. Mötərizəni vurub açsaq əgər, B1 vur Q üstü n çıx B1 böl, Q çıx 1-dir. Bu B1 vur Q üstü n, B-in üstəgəl 1 deməkdir. Ona görə mən S6-nı B1 vur, Q üstü 6 çıx 1 böl, Q çıx 1 yazanda, mötərizəni açsam əgər, B1 Q üstü 6 çıx B1 böl, Q çıx 1-dir. Yəni B7 çıx B1 böl, Q çıx 1. 18 böl 7 çıx 1 cavabı 3 alacaq. 23-cü sualda həndəs silsiləni verib silsilə vurğunu istəyir. Mən B4-ü B2 vur və yaxud da B3 vur Q yazım. B2-ni B1 Q yazsam 24. Q-nü ortaq çıxartsam B3 çıx B1 24-dür. Onda bu 12 olduğu üçün Q-nü tapacağıq 2. 24-cü sualda n həddin cəm düsturundan istifadə edirik. Bu S14 böl S7 üçün B1 vur Q üstü 14 çıx 1 böl Q çıx 1. B1 vur Q üstü 7 çıx 1 böl Q çıx 1. Burada B1'lər və Q çıx 1'lər ixtisar olunur. Q üstü 14 çıx 1 böl Q üstü 7 çıx 1 qalır. Buradan Q üstü 14'ü Q üstü 7'nin kvadratı kimi düşünsək, Q üstü 7 çıx 1, Q üstü 7 üstəgəl 1. Burada bunlar ixtisar olunur. Q üstü 7 üstəgəl 1 alır. İndi baxaq, Q-nü tapmaq üçün bizə nə verir? B2 ilə B3'ü verir. Q bərabərdir B3 böl B2. Yəni 2 böl 7-ci dərəcədən 2 üstü 6. Bu bizə verəcək 7-ci dərəcədən 2. Gətirib yerinə yazsaq 2 üstəgəl 1 doğru cavab 3 alarıq. 25-ci sualda biz həndəs silsilədə bu xassəni biliriksə, nömrələr cəmi bərabərdirsə, uyğun həddlər hasilləri də bərabərdir. Ədədi silsilədə isə uyğun hədlərin cəmi bərabərdir. İndi burada B1, B11 nömrələr cəmi 12 eləyir. B9 ilə neçənin cəmi 12 eləyəcək? B3-ün.
Deməli B3-ü kök 3 tapırıq. Bunu bilməsək, nə edə bilərik? Baxın, B1 vur. B11-i B1 vur 2 üstü 10. B9-u da B1 vur 2 üstü 8 yazdım. B1'lerin biri ixtisar olundu. 2 üstü 8, 2 üstü 10 da ixtisar olundu. 2 kvadrat qaldı. B1 vur 2 kvadrat kök 3. Yəni B3-ü kök 3 tapdıq. İndi B1, B2, B3, B4, B5 hasilində B1 ilə B5-in hasili B3-ün kvadratı, yəni 3. B2 ilə B4-ün hasili 3. B3 isə kök 3. Hasillər bizə nə verir? 9 kök 3 verəcək. Növbəti suala baxaq. Həndəs silsilənin hədləri bu şərti ödəyir. Biz buradan silsilə vurğunu tapmalıyıq. B4'ü B1 vur 2 kubu. Çıx B1 78 yazsın. Buradan B1 ortaq çıxanda 2 kub çıx 1 78'dir. 2 kub çıx 1'i vuruqlarına ayıranda 2 kvadrat üstəgəl 2 üstəgəl 1 vur. 2 çıx 1 78 yazıram. İndi bura diqqətlə baxın. B1, B2'ni B1 2, B3'ü B1 2 kvadrat yazanda. B1'i ortaq çıxardanda 1 üstəgəl 2 üstəgəl 2 kvadrat alınır. Bu 3 hədd elə bu 3 həddlə eynidir. O zaman 26 vur 2 çıx 1'ə 78 yazıram. Deməli 2 çıx 1 3'dür deyə 2 4 alınacaq. 27-ci sual məşhur sualdır. Bunu yazmaq üçün biz əslində həndəs silsilənin en həddinin cəm düsturunu bilsək, bu misalı həll edə bilərik. Məsələn, o cəm düsturu necədir? Tutaq ki, Sn bərabərdir. B1, B2, B3 və Bn. Mən bunu bir dənə Q-yə vuranda Q vur Sn bərabər olur. B1 Q B2 eləyir, B3 eləyir, B4 eləyir və s. Burada Bn üstəgəl 1 alınır. İndi mən bu ikisini tərəf-tərəfə çıxanda Q vur Sn-dən Sn-i çıxsam, diqqət edin, burada B2-dən Bn-ə qədər olanlar, burada B2-dən Bn-ə qədər olanlar islah gedəcək. Qalacaq Bn üstəgəl 1 çıx B1. Sn-i ortaq çıxardıram 2 çıx 1. Burada da B1 vur 2 üstəgəl çıx B1 yazsam, Sn-in cəm düsturunu ispat eləmiş oldum. Prinsip nədən ibarətdir? Yəni, buradakı məxrəzdəki hədlərə vurmaq. Mən bunu 6-ya vururum. 6s Q-yə vurdum da sanki. 1 üstəgəl 2 bölü 6 üstəgəl 3 bölü 6 kvadrat 4 bölü 6'nın biri ixtisar olundu. N bölü 6 üstü N çıx 1 və s. Sonra S-i təzdən 1 də yazıram. 6'da 1, 6 kvadratda 2, 6 kubda 3 və s. İndi diqqət edin, burada yenidən rəngi dəyişirəm. Tərəf-tərəfə çıxanda, 6s-dən S-i çıxanda 5s qalır. 1'i heç birindən çıxmıram, qalsın 1. 6'da 2'dən 6'da 1'i çıxsam, 6'da 1. 6 kvadratda 3'dən 6 kvadratda 2'ni çıxsam, 6 kvadratda 1. 6 kubda 1 və s. Bu cəm bizə sonsuz silsiləni verirmi? 5s bərabərdir. B1 böl 1 çıx 2. Yəni 1 böl 6'da 5. Deməli 5s bərabərdir 5'də 6'ya. Doğru cavab 1,2'dir. Ümid edirəm ki, izahı anladınız. 28-ci sualda sonsuz silsilənin cəmini 3 verib. Bu bizim üçün B1 böl 1 çıx 2'dir. Buradan B1 bərabərdir 3 çıx 3 2 yazıram. Birinci hədd silsilə vurğundan 5 dəfə böyükdür. Onda buna 5 2 yazıram. 8 2 3'ə bərabərdir deyə 2'nü 8'də 3 tapdıq. 29-cu suala baxırıq. Ədədi silsilə təşkil edən 3 müsbət ədəd cəmi 15'dir. Ədədi silsilə olduğu üçün kənar hədlərin cəmi ortadakının 2 mislidir. Deməli 3b 15'ə bərabərdir. B-ni 5 tapırıq. Onda A üstəgəl C-yə 10 düşür. Mən birinci həddə x yazıb. İkincini 5 tapmışam. Üçüncüyə 10 çıx x qalacaq. İndi deyir ki, birinciyə dəymir. Birinci həddi olduğu kimi saxlayıram x.
İkinciyə 3 əlavə edir. 5 üstəgəl 3. Üçüncüyə isə 10 əlavə edir. Üstəgəl 10. Bu halda həndəsi silsilə alınır. Həndəs silsilə alınırsa ortadakının kvadratı kənar hədlərin hasilidir. Buradan x1-i 4 tapırıq. Kvadrat tənliyi mən həll eləmirəm, vaxt itirməyək. X2-ni 16 tapırıq. Amma indi ikinci həddə 16 deyəndə x-ə bu 10 çıx x mənfi alınacaq. Bizə isə yazıb ki 3 müsbət ədəd. Diqqət edin, 3 müsbət ədəd deyir. Baxın 3 müsbət ədəd. Ona görə 16 yox 4-ü götürürük. Deməli burada hədlər olur 4, 5 və nə alınır burada? 4, 5, 6. Bu hədlərin hasilini istəyir. Doğru cavab 120 edəcək. Növbəti suala baxaq. Hədlərini sayı cüt olan həndəs silsilədə hədlərini sayı cütdür deyirsə, məsələn, B3, B4 ola bilər. B5, B6 ola bilər. İndi B2N çıx 1, B2N ola bilər. Cüt hədlərin cəmi 30-dursa, B2, B4, B6 və s. B2N cəmi 30-dur. Mən burada B2-ni B1Q, B4-ü B3Q, B6-nı B5Q, özündən bir əvvəlkini Q-yə vururum. 2N çıx 1 vur Q yazsam 30. Buradan Q-nu ortaq çıxardanda nə almış oluram? B1, B3 və s. B2N çıx 1. Bərabərdir 30-a. Q-nü 3 veribdir deyə bu cəm bizə nə verir? 10 verir. İndi cütlərin cəmi 30, təhlərin cəmi 10. Bütün hədlərin cəmi 40 olacaq. Burada biz belə bir düstur da deyə bilərik ki, S cütün S təkə nisbəti gördüyünüz kimi buradan isbat olunur. Q vurulsun S tək, S cütə bərabərdir. 31-ci sualda x, y, z müsbət ədədləri həndəsi silsilə təşkil edirsə, silsilə vuruğu q bərabərdir y bölü x ya da z böl y olacaq. X, 2y, z isə ədədi silsilə olduğu üçün ortadakının iki misli kənar hədlərin cəmidir. Yəni ortadakı kənar hədlərin ədədi ortasıdır. Mən bunu y-ə bölürəm. X böl z üstəgəl 3 vur z böl y 4'dür. İndi burada x böl y, bağışlayın, y-ə bölmüşəm. X böl y q'nün tərsidir də. Alırıq 1 böl q üstəgəl 3q bərabərdir 4. Ortaq məxrəci gətirsəm 1 üstəgəl 3q kvadrat bərabər 4q alacam. Deməli 3q kvadrat çıx 4q üstəgəl 1 sıfırdır. Vuruqlarına ayırsam 3q çıx 1, q çıx 1, 0. Q-nün biri 3'də 1'dir, biri isə 1'dir. Biz vahid götürə bilmərik, çünki sabit ardıcıllıq olur. Ona görə Q 3'də 1 götürürük. 32-ci sualda uzunluğu 13 olan AB parçasında C və D nöqtələri yazıldığı ardıcıllıqla elə qeyd edilib ki, AC, CD, DB 3 hədd ədədi silsilənin ardıcıl hədləridir. İndi bura biz tutalım A1, A2, A3 desək, üçünün cəmi bizə nə verir? 13'ü. O zaman A1 və A3-ün cəminə 2A2 desəm, deməli 3A2 13'dür deyə A2-ni 3'də 13 tapıram. Bu bizə buradan A1 və A3-ün cəmini 2 dənə A2 26 bölü 3 verir. Fikir verin. Bizdən də AC üstəgəl DB-nin 90%-ni istəyir. Yəni %90'ını hesablamalıyıq. Bunları ixtisar eləsək 19. 9 ilə də bunu ixtisar elədik. 78 bölü 10. Cavab 7,8. 33-cü sualda ədədi silsilənin düsturunu parametrdən asılı verib. Və burada əlavə bir dənə də A6, A9 və A3-ün cəmin 60 verir. Biz burada diqqət eləsək A9 ilə A3-ün cəmi 2A6 eləyir. Onda A6 ilə toplasam 60. 3A6 60 elədiyi üçün A6-nı 20 tapıram. N-ə gətirib 20 yazsam, 6 yazsam A6. 2 üstəgəl 6 vur, K çıx 3 20'dir.
Buradan 6 dənə k çıx 3 18 etdiyi üçün k çıx 3 3-dür. K-nı 6 tapırıq. Deməli A-n bərabər olur 2 üstəgəl 3-ə. İndi mən silsilə fərqini istəyirəm. Burada n-in əmsalı bizə silsilə fərqini verir avtomatik. Amma nə eləyək? A1-i taparıq 5, A2-ni taparıq 8. Silsilə fərqinin 3 olduğunu burada görürük. Cəm eləyəcək 9. 34-cü suala baxırıq. Sonsuz azalan həndəs silsilənin cəmi B1 böl 1 çıx 2-dür. Biz bunu B1, B2, B3 və s. cəmlər şəklində n yaza bilərik. Mən bu ikincidən başlayaraq x desəm, buna 7x deməliyim. O zaman B1-in əvəzinə 7x yazaram, 1 çıx 2 bərabərdir 8x. Deməli 1 çıx 2 8-də 7-dir. Silsilə vuruğu 8-də 1 tapılır. 35-ci sual həndəs silsilənin ardıcıl hədlərini veribdir. Əgər burada 4 ardıcıl hədd həndəs silsilədirsə, məsələn B1, B2, B3, B4-dürsə, ortadakının kvadratı kənar hədlərin hasilidir. Ortadakının kvadratı kənar hədlərin hasilidir. Və nömrələr cəmi bərabər olan uyğun hədlərin hasilləri bərabərdir. Yəni A ilə D-nin hasili B ilə C-nin hasilidir. Mən burada B kubunu B vur B kvadrat, C kubunu C vur C kvadrat yazım. B kvadratın əvəzinə AC yazıram. Baxın. B kvadratın əvəzinə AC. C kvadratın əvəzinə BD yazıram. C vur BD. İndi hər ikisində BC ortaq çıxardıram çölə. Qalır A üstə gəl D. Üçüncü xassiyə əsasən BC hasilini AD yazsam, A üstə gəl D alar. Burada AD-ni 9, A üstə gəl D-ni 12 veribdir. Hasil olur 108. Beləliklə bu sınav imtahanında sonuna çatdıq. Mövzular üzrə təşkil etdiyim bu sınav imtahanlarının məqsədi şagirdlər. Məsələn, burada məqsədi ondan ibarətdir ki, məsələn, mən toplunun bütün suallarını həll etməyi doğru saymıram, doğru düşünmürəm. Düşünürəm ki, o səhv addımdır. Şagirdlər oturub bir-bir o sualların həllərinə baxmasın. Amma burada, məsələn, orada 4 paragraf var. Mən 4 paragrafdan 35 sual, nümunə sual kimi izah etdim. Ardıcılıqda çətinliyi olan şagirdlər bu sınav imtahanı işləyib, sualların izahına baxdıqdan sonra Dimin test toplusunu, güvənin silsilələrini və s. bizim test time öyrətmək üçün riyaziyyat kitabının ardıcılıqlar bölümünü işləyərək mövzunu dərinləşdirə bilər. Hər birinizə uğurlar arzulayıram, sağ olun.